Salam əziz izləyicilər. Bugün sizlərlə leksika bölməsini işləyirik. Leksikada nə öyrənilir? Leksikada sözlər, sözlərin müxtəlif mənaları, leksik və qrammatik məna, həqiqi və məcazi məna, sinonimli, amonimli, antonimli, frazeoloji birləşmələr və s. öyrənilir. Birinci sualla başlayaq. Birinci sualda soruşur bizdən, hər üçü amonim kimi işlənə bilər. A bəndində alma, çəkmə, bölmə sözləri hər üçü vurulsuna görə mənası dəyişən sözlərdir və belə sözlər amonim hesab olunmur. Ona görə A bəndini çıxdıq. B bəndi əslində düzgün cavabdır, amma digər variantlara baxaq. Məsələn, C-də çökmə sözü vurulsu dəyişməklə mənası dəyişən sözdür. C-ni çıxdıq. E bəndində alma sözü, dolma sözü, qurma sözləri vurulsu dəyişməklə mənası dəyişən sözdür. D bəndində baş və aş sözləri amonimdir, amma güc sözü amonim deyil. Ona görə D bəndində çıxdıq. Amma B bəndində saç sözü həm insanın saçı olur. Demək, insanın saçı, bu bir mənası. Başqa bir mənası isə saçmaq feili. Məsələn, günəş işığı ətrafa saçdı. Yaymaq mənasında işlənir. Demək, saç sözü amonimdir. Sonra daş sözü. Daş bir çay daşı, isim kimi. Bir də deyirik, çən daşdı, daşmaq feili, daşıb tökülmək mənasında. Qan sözü, əlim kəsildi, əlimdən axdı qan. Məsələn, o mənada isim olur. Bir də qanmaq, anlamaq, başa düşmək mənasında da feil olur. Ona görə bir də cavab olacaq B bəndi. İkinci sual. Məna baxımından məntiqi ardıcıllığı gözləməklə zərcəni tamamlayın. Mənlik, şəxsiyyət, şərəf. Bu sözlər bir-birinə yaxın mənalı sözlərdir. Deməli, bizdən sinonim tayin istəyir. Cavab olacaq A bəndi, heysiyyət sözü. 2-də oldu A bəndi. Üçüncü sual. Verilmiş nümunədə nöqtələrin yerinə hansı söz daha uyğundur? Əl, söz, əli, sözü, topa sözləri. Baxaq. Əl yetmək, sözü yetmək, topa yetmək. Yenə əl yetmək olar, sözü yetmək də olar, amma topa yetmək olmaz. Sonra atmaq, əl atmaq, sözü atmaq, topa atmaq. Topa atmaq sözü yoxdur dilimizdə. Ümumiyyətlə elə bir birləşmə alınmır. Çatmaq, əl çatmaq, sözü çatmaq, topa çatmaq. Sözü çatmaq deyə bir birləşmə yoxdur dilimizdə. Ona görə C bəndində çıxdıq. Almaq sözünə baxaq. Əl almaq, ələ almaq olar. Sözü almaq, topa almaq. Heç uyğun gəlmir. Amma baxaq deyə. Əl tutmaq, kömək etmək mənasında. Bir də qeyd edeyim ki, bizdən frazeoloji birləşmə istəyir də. Yəni ki, bu sözlər frazeoloji birləşmə əmələ gətirəcək. Əl tutmaq, kömək etmək. Sözü tutmaq, məsələn, deyirsən ki, kiməsə verdiyim sözü tutdum, yerinə yetirdim mənasında. Bir də topa tutmaq. Topa tutmaqda deyirsən ki, filankəs onu topa tutmuşdu. Söz yağışına tutmuşdu, nə bilim, danlayırdı, o mənada işlənir. Ona görə cavab olacaq 3-də D bəndi. 4. Verilmiş nümunədə nöqtələrin yerinə hansı söz daha uyğundur? Köynəyin, çayın, ağacın. Çox mənalı söz istəyir, qolu olacaq. Köynəyin qolu, çayın qolu, ağacın qolu. C bəndi. 5. 5-də deyir, sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır. Niçbin, kədərli, dərdli. Əslində cavab elə A bəndidir. Çünki niçbin sözü xoş əhval ruhiyyəli, sevincli deməkdir. Kədərli, dərdli sözü bədbin sözünün mənasıdır. Yəni, əslində bu sözlər bədbin sözünün leksik mənasıdır. Digərləri düzdür. Məsələn, ünvan sözü böyük dəniz, okean deməkdir. Sonra riyakar sözü ikiyüzlü, yalancı, hiyləcər deməkdir. Xəzan payızda yarpaqların tökülməsi deməkdir. Nəfəslik pəncərənin balaca gözü deməkdir. Məsələn, biz ona adətən fortuska deyirik, rus dilində fortuska deyilir. Niçbin sözü isə xoş əhval ruhiyyəli deməkdir. Deməli, burada yazılanlar tamamilə onun əks mənasıdır. Ona görə 5-də cavab olacaq A bəndi. 6. 6-da deyir, sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır. Aforizm yığcam və dolğun mənalı ifadə düzdür. İlxi ad toplusu, bu da düzdür. Liman bitki növü.
Liman yox, limon bitki növü ola bilər. Liman isə gəmilərin dayandığı yer və yaxud gəmilərin dayanacağı xüsusi bir məntəqə ona deyilir. Ona görə cavab olacaq 6-da C bəndi. Sualın bir hissəsi görsənmir. Demək 6-cı suala baxaq bir də. Sözlərdən birinin leksik mənası düzgün izah olunmamışdır. Aforizm, ilxi, liman, lətafət, mətn sözləri. Lətafət zəriflik, incəlik, gözəllik deməkdir. Düzdür, mətn sözü də davamlı, dözümlü deməkdir. 7-ci suala baxaq. 7-də deyir, Tovuz kimi qalxdın çeşmə başından, bütün gözəllərin gözəli güllü. Burada çeşmə sözünü deyir sinonimi. Çeşmə sözünün də sinonimi olacaq bulaq sözü, C bəndi. 8. Biri gəmilərin düz yolla hərəkətini tənzimləyən işarədir. Kurqan, türbə, sərdabə qəbir növləridir. Yəni ki, hər üçü qəbirlərin üzərində və yaxud biri yeraltı qəbirdir, biri qəbirlərin üstündə ucaldılmış bir şey mənasına gəlir. Bunların yəni gəmi ilə heç bir əlaqəsi yoxdur. Bürc sözü də qalaların üstündə müdafiə məqsədli olur, ətrafı nəzərdən keçirmək üçün. Mayak olacaq burada. Cavab E bəndi. 9. Altından xətt çəkilmiş sözlər adlanır. Geyinibdir yar sarı. Burada paltarın rəngindən söhbət gedir. Sarı rəng. Kəbədə ölsə aşiq yönün qoyun yar sarı. Yəni yara tərəf. Burada isə tərəf mənasındadır. Bir mənası sifətdir, bir mənası qoşmadır. Deməli, burada hansı mənadan söhbət gedir? Cavablar o bir səhifədədir. Cavablar, deməli, bir mənası sifət, bir mənası qoşmadır. Demək, bu söz necə söz olacaq? Amonim söz olacaq. Cavab olacaq C bəndi. 10-cu sual. Göylərə baxıram, qapısı bağlı, yerlərə baxıram, bağçalı bağlı. Bağlı sözü birinci misrada qapalı mənasındadır. İkinci misrada isə bağlı, bağçalı mənasındadır. Yəni, içərisində meyvə ağacları yetişdirilən yer mənasında. Ona görə bu sözlər bir-biri ilə nə təşkil? Amonimliyi təşkil edir. Onda olacaq cavab D bəndi. 11. Altından xətt çəkilmiş sözlər adlanır. Bağında yarpaq sarı, yarpaq demək rəng mənasındadır. Gül sarı, yarpaq sarı, yarpağın sarı olduğunu bildirir. Yar əlimdən yaram var, gəl yarama ağ sarı, bağla mənasında. Biri rəngi mənasında, biri isə bağlamaq, sarmaq mənasında. O da olacaq amonim söz A bəndi. 12. Qarı düşmən dost olmaz. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nə sayılmalıdır? Düşmən dost bir-birinə əks mənalar ifadə edir. Ona görə də olacaq antonim. 13. Hansı dərəcədə eyni hərəkəti bildirən sinonimlər verilmişdir? Gəlmək, getmək, əksdir, danlamaq, başa salmaq. Əksdir, demək, eşitmək. Demək, eşitmək də bir-birinə əksliyi bildirir, başlamaq, qurtarmaq da. Eyni hərəkəti oturmaq və əyləşmək bildirir. Ona görə də cavab olacaq 13-də C bəndi. 14. Həm isim, həm də sifət kimi işlənə bilən amonim sözdür. Qaz sözü həm isim, həm feil kimi işlənir. Qitə sözünün hər iki mənası isim kimidir. Min sözü bir mənası say olur. Bir də minmək feil kimi olur. Ləpə sözünün də hər iki mənası isimdir. Dəniz ləpəsi, dənizin ləpəsi dalğa mənasında. Bir də məsələn qoz ləpəsi. Dolu sözü isə bir mənası belə sifət olur. Məsələn, dolu vedrə, necə vedrə? Burada sifətdir. Bir də var ki, göydən dolu yağırdı. Nə? Dolu. Burada isə isimdir. Deməli, cavab olacaq 14-də A bəndi. 15-ci sual. 15-də deyir, həm isim, həm də sifət kimi işlənə bilən amonim sözdür. Baxaq. Don sözü isim və sifət kimi. Don sözü isim və feil kimi işlənir. Qan sözü də isim və feil kimi işlənir. Tut sözü də isim və feil kimi işlənir. Qaz sözü də isim və feil kimi işlənir. Buruq sözü isə həm isim, həm də sifət kimi işlənir. Məsələn, buruq saç, bir də neft buruqları. Buruq saç necə saç? Sifətdir. Neft buruqları nə? Feildir.
isimdir. Demək cavab olacaq D bəndi buruq sözü. 16-cı sual. 16-da deyir, hansı dərəcədəki sözlərin leksik mənası yoxdur? Əvvəla onu deyim ki, əgər sözün leksik mənası olub olmadığını bilmək istəyirsənsə, o sözə sual ver. Əgər hər hansısa bir suala cavab verəcəksə, demək əsas nitq hissəsidir. Yox, əgər suala cavab vermirsə, deməli köməkçi nitq hissəsidir. Məsələn, A bəndində dünya sözü hara və yaxud nə sualına cavab verir? Deməli isimdir, çıxdığı A bəndin. B bəndində kitabdır, həyatdır, nə sualına cavab verir? Deməli B bəndində çıxdıq. C bəndində cəld sözü necə sualına cavab verir? Zərfdir, hərəkətin tərzini bildirir ya da sifətdir. Cəld adam, cəld yeriyirdi. D bəndində kimi qədər suala cavab vermir, amma dəniz sözü suala cavab verir. Ona görə D-ni də çıxdıq. Burada cavab olacaq axı, kaş, dəc. Hər üçü heç bir suala cavab vermir və köməkçi nitq hissəsidir. Ona görə də oldu E bəndi. 17. Demək, cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub. Arzumuz ali məktəbə qəbul olunmaqdır. A bəndində məstərdir, həm də qəbul olunmaq mürəkkəb feildir. Qorxudan Asifin canına üşütmə düşdü. Canına üşütmə düşmək frazeoloji birləşmədir. Ona görə 17-də olacaq B bəndi. 18. Cümlələrdən birinin xəbəri frazeoloji birləşmə ilə ifadə olunub. Məqsədim ədəbiyyatçı olmaqdır. Ədəbiyyatçı olmaq, görürsünüz, olmaq etmək sözləri birləşəndə o sözlər mürəkkəb feil hesab olunur. Əksəriyyəti, hamısı olmasa da əksəriyyəti. Ona görə A bəndini çıxdıq. Mən dostumu yola saldım. Bax, yola salmaq frazeoloji birləşmədir. Ona görə 18-də də cavab olacaq B bəndi. 19. Hansı dərəcədəki sözlər amonimdir? Çay, kitab, dəftər amonim deyil, A bəndini çıxdıq. Hündür, yekə, böyük sinonimdir, C bəndini çıxdıq. Gənc, cavan, qoca, bunlar da amonimlik xüsusiyyəti yoxdur, B bəndində çıxdıq. Uca, yuxarı, aşağı. Yuxarı, aşağı bir-biri ilə antonimdir. Uca sözü isə heç onlarla antonimliyi təşkil eləmir. Ümumiyyətlə, amonimliyi yoxdur, D-ni də çıxdıq. Top sözü, top, futbol topu. Top silah növü. Məsələn, top atıldı. Bir də başqa bir mənası da var. Bir şeyin topası. Deyirsən ki, məsələn, bir top çit aldım. Nəyinsə topalanmış forması. Bal sözü. Bal sözü demək bir qida mənbəyi, qida növü kimi arıların istehsal etdiyi qida. Bir mənası qiymətdir. Məsələn, o imtahandan yüksək bal aldı, yüksək qiymət aldı. Bir mənası da şadlıq, yığıncaq, tədbir mənasına gəlir. Məsələn, yeni il balı çox maraqlı keçdi. Yığıncaq mənasında. Tədbir də demək olar, yığıncaq da demək olar. Ay sözü də, ay sözünün əslində 3 mənası var. Bir nida kimi işlənir, köməkçi nitq hissəsi kimi. Bir səmacismi kimi işlənir. Məsələn, ay göründü və yaxud ay tutuldu. Bir də yanvar ayı, fevral ayı, 31 gündən ibarət olan zaman kəsiyi, yanvar ayı və yaxud fevral, mart ayı və s. Deməli, 19-da cavab olacaq E bəndi. 20-ci suala baxaq. 20. Məntiqi ardıcıllığı tamamlayın. Amonim, sinonim, çox mənalı söz. Leksikada öyrənilən terminlərdən göstərilib. Ədat morfologiyada öyrənilir. Həmzin süzuvlər, ara sözlər, mübtəda isə sintaksisdə öyrənilir. Deməli, burada cavab olacaq antonim. 20-də D olacaq. 21. Hansı sözləri həm amonim, həm də vurğusuna görə fərqlənən söz kimi düşünmək olar? Alın, qoyun. Cavab elə A bəndi olacaq. Əvvəlcə amonimliyini izah edeyim. Alınmaq feil kimi, bir də alın, insanın alını kimi. Bu amonimdir. Qoyun sözü bir heyvan kimi, heyvan mənasında, məsələn, qoyunlar otlayırdı. Bir də qoyun qucaq mənasında, körpə anasının qoynunda, yəni qucağında yatdı. Bu amonimdir.
Bir də başqa mənada belə işlədə bilərik. Məsələn, alın, siz alın. Qrammatik şəkilçisi işlənib, feilin əmr şəklidir, vurğusu dəyişir, birinci hecada olur. Bir də var ki, deyirəm, alın, onun alını. Alın böyük idi, məsələn. Böyükdür. Burada da isim olacaq, vurğu sona düşəcək. Feil olanda, əmr şəklində olanda vurğu birinci hecaya düşəcək, isim olanda sona düşəcək. Bir də qoyun sözü, əşyaları yerinə qoyun, əmr şəklində olanda vurğu birinci hecaya düşəcək. Bir də digər mənalarda vurğu sona düşəcək. Məsələn, heyvan mənasında da olanda, qucaq mənasında da olanda vurğu sona düşəcək. Ona görə belə 21-də A bəndi düzgün cavab olacaq. 22. Frazeoloji birləşməni müəyyən edin. Qolunu qaldırmaq, başını tərpətmək, qulağını qaşımaq. Bunlar heç biri ümumiyyətlə frazeoloji birləşmə deyil. Şad olmaq mürəkkəb feildir. Cavab olacaq B bəndi cin atına minmək. 23. Başından tüstü çıxmaq frazeoloji birləşməsinə hansı məna uyğun gəlir? Başından tüstü çıxmaq nəyəsə çox heyfsilənmək və yaxud nəyəsə çox pis olmaq mənasına gəlir. Heyfsilənmək, çox heyfsilənmək. Dil-dil ötmək, çox danışmaqdır. Yalvarıb yaxarmaq olmaz, mürəkkəb feildir çünki. Əldən ayaqdan getmək. Məsələn, sənin üçün əldən ayaqdan gedirəm, sənin üçün hər şey edərəm mənasına gəlir. Mənalar bir-birinə uyğun gəlmir. Nəfəsi kəsilmək, ölmək deməkdir. Yanıb yaxılmaq isə, yanıb yaxılmaq bir növ çox heyfsilənmək mənasına uyğundur. Ona görə də 23-də elə cavab olacaq E bəndi. 24. 24-də deyir, hansı cümlədə sifət məcazi mənada işlənib. Baxırıq. Camal bacısına soyuq su verdi, həqiqi məna. O şirin çörəyi xoşlayır, bu da həqiqi mənadır. Onun çox ağır xasiyyəti var. Ağır xasiyyət məcazi mənada. Ona görə 24-də oldu C bəndi. 25. Nigar almanı soydu, quldurlar taciri soydular cümlələrindəki soy. Nigar almanı soydu həqiqidir, quldurlar taciri soydu məcazidir. Məcazi məna varsa, deməli o söz çox mənalı hesab olunur. Ona görə də 25-də olacaq D bəndi. 26. Sözlərdən biri amonimlik xüsusiyyəti daşıyaraq Sözlərdən biri amonimlik xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilir. Bilək sözü olmur. İsim kimi işlənir bilək, amma feil kimi olanda sözün kökü bil olur. Yəni əlaqəsi yoxdur, amonim olmur, hesab olunmur. Sancaq sözü də həmçinin. Sancaq sözü hər iki mənası isim kimi işlənir. Yığın sözü də olmur. Yığın, bir yığın adam burada işlənir, amma bir də əşyaları yerinə yığın. Orada da kökü fərqli olur. Əkin sözü də həmçinin vurğusu dəyişməklə mənası dəyişən sözdür. Böyür sözü isə bir var, kiminsə deyirsən böyründə dayanmışdı, filan kəs onun böyründə dayanmışdı, yanında dayanmışdı mənasında isim olur. Bir də var böyürmək, feil kimi. Məsələn, öküz böyürdü, hərəkət bildirir. Deməli, cavab oldu burada E bəndi. 27-ci sual. 27-də deyir, altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə adlanmalıdır? Pis, yaxşı, əks məna bildirir. Ona görə də antonim olacaq. 27 E bəndi. 28. Dünyada yenə də deyir, altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə adlandırılmalıdır? Düzlük, əyrilik, əks mənalı. Deməli, bu da oldu antonim. 28-də də D oldu. 29. 29. Altından xətt çəkilmiş sözlər bir-birinə münasibətdə nə adlandırılmalıdır? Qürbət və vətən sözləri əks məna bildirir. Ona görə də antonim olacaq. 29B. 30. Amonimlərə aid edilən fikirlərdən biri yanlışdır. Qrammatik şəkilçi artırmaqla da amonimlik yaratmaq olar. Gəlin yoxlayaq. Deməli, şirin çörək, bir də şirin ayağı.
Şirin çörəkdə sözün kökü şirindir, şirin ayağında isə sözün kökü şirdir. Kökləri fərqlidir. Bu sözlər amonim hesab olunmur. Bizə lazımdır ki, yazışı və deyilişi eyni olsun, lakin leksik mənaları fərqli sözlər olsun. Amma şirin sözü deyir, qrammatik şəkilçi amonim yaradır. Buradakı qrammatik şəkilçi amonimlik yaratmadı. Çünki sözün kökü fərqlidir. Amonim götürülə bilməz. Digər fikirlərə baxaq. Ümumi ismin xüsusi ismə keçməsi amonimlik deyil, düzdür. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər, bu da düzdür. Bir hərf və ya səs fərqi olan sözlər amonim deyil, bu da düzdür. Vurğusu dəyişməklə mənası dəyişən sözlər amonim deyil. Demək cavab oldu 30-da A bəndi. 31. Sözlərdən birinin leksik mənası düzgün göstərilməmişdir. Resept, dərman, xörək və s. hazırlamaq üçün yazılı təlimat düzdür. Fauna hər hansı bir ərazinin bitkilər aləmi. Səhv cavab budur. Fauna hər hansı bir ərazinin bitkilər aləmi deyil. Hər hansı bir ərazinin heyvanlar aləmi deməkdir. Bu söz flora sözünün mənasıdır. Demək cavab olacaq B bəndi. 32. Otağın genişliyi, ürək genişliyi birləşmələrindəki genişlik sözü aşağıdakılardan hansı məna qrupuna aiddir? Otağın genişliyi həqiqidir, ürək genişliyi məcazidir. Məcazidirsə deməli çox mənalıqdan söhbət gedir. 32-də olacaq A bəndi. 33. Hansı sözün leksik mənası, bir dəqiqə. Hansı sözün leksik mənası düzgün izah olunmuşdur? Sənət, peşə, ixtisas. Sənət hər hansısa bir rəsmi dövlət sənədi deməkdir. Möhürlə və s. imzalanan bir sənəd. Bu peşə ixtisası olan sənət deməkdir. Onlar fərqli-fərqli mənalar bildirir. Yəni, bir hərfə görə fərqlənən sözlərdir. Ona görə düzgün izah olunmayıb A bəndi. Sabit, dəyişkən. Sabit sözü dəyişməz deməkdir. Deməli, B bəndi də olmayacaq. Ötürü sözü qoşmadı, təsadüfi sifətdir. Deməli, C bəndi də olmaz. Yarımada üç tərəfi su ilə əhatə olunan quru sahə. Düzgün cavab budur. E bəndinə də baxaq. E bəndində də deyir, qadirlik, bacarıqsızlıq, qüdrətsizlik deməkdir. Əksinə qadirlik, bacarıq deməkdir. Məsələn, deyirsən ki, mən filan işi etməyə qadirəm. Yəni, mən onu bacararam, o mənaya gəlir. Demək, cavab olacaq burada 33-də D bəndi. Yarımada sözünün mənası düzdür. 34-də baxaq. 34-də deyir, cüləriz sözünün leksik mənası, leksik izahı ilə bağlı səhv fikirdir. Köhnəlmiş sözdür. Elə cavab A bəndi köhnəlmiş sözdür. Çünki cüləriz köhnəlmiş söz deyil. Köhnəlmiş söz o deməkdir ki, ədəbi dildə işlənməsin. Biz onu demək olar ki, gündəlik dilimizdə, nitqimizdə istifadə edirik. Məsələn, filan kəs çox güləriz insandır və yaxud güləriz qızdır. Ümumişlək sözdür. Ona görə 34 cavab olacaq elə A bəndi. 35. Qəm sözünün leksik xüsusiyyəti ilə bağlı səhv fikri müəyyən edin. Çox mənalı söz deyil. Bu düzdür. Kədər, qüssə, dərd sözləri ilə sinonimdir. Bu da düzdür. Amonimliyi yoxdur. Düzdür. Köhnəlmiş söz deyil. Düzdür. Antonimi şad sözüdür. Bax, qəm sözü nə sualına cavab verir? İsimdir. Şad sözü isə şad insan, necə insan, necə sualına cavab verir? Sifətdir. Yadda saxla, sinonim və antonimdən söhbət gedirsə, onlar həmişə eyni nitq hissəsinə aid olmalıdır. Məsələn, tutaq ki, sinonimin bir tayı isimdirsə, digər məna tayı da isim olmalıdır. Və yaxud bir tayı sifətdirsə, biri sifətdirsə, digər də sifət olmalıdır. Bu isimdir, bu sifətdir. Heç vaxt sinonim ola bilməz. Ona görə də, daha doğrusu, heç vaxt antonim ola bilməz. Cavab olacaq E bəndi. 36. 36-da deyir, frazeoloji birləşmələrdən biri hövsələdən çıxmaq ifadəsinin sinonimidir. Hövsələdən çıxmaq bezmək deməkdir. Buna da uyğun gələcək səbir kasası daşımaq. O da olacaq E bəndi. 37. Tərəf sözünün izahı ilə bağlı səhvi müəyyən edin. Demək, antonimi yoxdur. Antonimi yoxdur, düzdür. Lüğəvi mənası cəhət, istiqamət, yaxud hər hansı bir şeyin üzvlərindən hər biri. Bu da düzdür. Arxaik söz deyil, düzdür.
sinonimi yoxdur. Sinonimi yoxdur, səhvdir. Əslində tərəf sözünün sinonimi var. Məsələn, tərəf, hətta qoşma kimi işlənəndə də onun sinonimi var. Tərəf, doğru. Ayrıca olaraq sifət, isim kimi işlənəndə də, məsələn, tərəf, cəhət, istiqamət, o mənada deməli sinonimi var. Ona görə 37-də cavab olacaq D-bəndi. Sinonimi yoxdur cavabı. Çünki sinonimi var. 38. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nədir? Yaş öz işini görür, paltar yaş idi. Yaman ov həvəskarısan, ay zalım. Anan tez-tez əlləri ilə alnını ovurdu. Yaş öz işini görür, yaş, insanın yaşı, isimdir. Paltar yaş idi, nəm idi. Burada sifətdir. Biri isim, biri sifətdir, tamam fərqli mənalar bildirir. Ov sözü burada isimdir, ov etmək mənasında. Biri isə ovuşturmaq, əlini ovmaq, alnını ovmaq o mənada işlənib. Fərqli mənalar bildirirsə, deməli burada nədən söhbət gedir? Amonimlikdən. O da olacaq C-bəndi. 39. İmtahandan kəsildi məcazi, ağac kəsildi həqiqi. Məcazi və həqiqi məna varsa, demək çox mənalıqdan söhbət gedir. 39 oldu A bəndi. 40. Antonimlərlə bağlı səhv fikirdir. Baxaq. Antonimlik yaradan sözlərin hər ikisi milli ola bilər. Düzdür, ola bilər. Məsələn, gəlmək, getmək. Oturmaq, durmaq milli sözlərdir. Antonim şəkilçilər antonimlik yaratmır. Düzdür. Məsələn, yağlı, yağsız, ağıllı, ağılsız, kökləri eyni olduğuna görə antonim hesab olunmur. Həmişə eyni nitq hissəsinə aid olur. Düzdür. Bədii nitqdə biri digərini əvəz etməklə yersiz təkrarın qarşısını alır. Aha, deməli bu fikir səhv fikirdir. Çünki bu fikir sinonimlərə aiddir. Bədii nitqdə təkrarın qarşısını alanlar sinonimlərdir. Ona görə 40-da olacaq cavab D bəndi. 41-ci sual. 41-də deyir, hansı frazeoloji birləşmənin mənası doğrudur? Baş çəkmək, yoxlamaq deməkdir, dərdləşmək olmaz, səhvdir. Ağzına su alıb oturmaq, susmaq deməkdir, yorulmaq olmaz, səhvdir. Cana doymaq, bezmək deməkdir, acmaq olmaz, deməli C səhvdir. Canı boğazına yığılmaq, bezmək deməkdir. Bax, bu düzdür. 41-də D olacaq. 42. Hansı frazeoloji birləşmənin mənası doğrudur? Canı boğazına yığılmaq, canlanmaq. Canı boğazına yığılmaq, bezməkdir, bayaq da var idi. Dilotu yemək, çox danışmaq, elə cavab da olacaq B bəndi. Dilotu yemək, çox danışmaq. 43. Tərkibində iki çox mənalı söz işlənən cümlə. Üzüyünün qaşı firuzədəndir, üzüyün qaşı həqiqidir. Ata nəsihəti, bu da həqiqidir. Kəndin ayağından başına qədər. Kəndin ayağı və kəndin başı məcazi mənadır. Ona görə də 43-də olacaq C bəndi. 44. Tərkibində iki çox mənalı söz işlənən cümlə. Uşağın şirin danışığı hamını valeh etdi. Şirin danışıq, burada şirin sözü məcazi mənadadır. Bir dənə söz var məcazi mənada, A bəndin çıxdıq. Gəminin burnu hərdən dalğalarla sanki döyüşürdü. Deməli, burada məcazi mənalı söz gəminin burnudur. Ona görə B bəndin çıxdıq. Feil məcazi mənada deyil. Niyə məcazi mənada deyil? Məcazi mənada olmaq üçün frazeoloji birləşmə olmalı idi. Ona görə B bəndi də düzgün cavab olmayacaq. O bir variantlara baxaq. C-də deyir, əsgərlər 3 dəstəyə ayrıldılar. Dəstəyə ayrıldılar. Burada frazeoloji birləşmə yoxdur. Ümumiyyətlə məcazi mənalı söz yoxdur. Baş həkim iclasda çıxış etdi, hamını dinlədi. Burada da yoxdur. Nədənsə şkafın gözü, stolun ayağı diqqəti cəlb edirdi. Bax, məcazi məna var, şkafın gözü, bir də stolun ayağı birləşməsində. Ona görə də 44-də olacaq E bəndi. 45. 45-də deyir, baş bədənin tacıdır, gözlər onun daşqaşı. Altından xətt çəkilmiş sözlər leksik baxımdan nə sayılmalıdır? Baş göz antonim deyil, A bəndin çıxdıq. Demək, amonim də deyil. Amonim niyə deyil? Məsələn, baş amonimdir, amma göz amonim deyil. Ona görə D bəndin çıxdıq. Termin də deyil.
deyib E bəndində çıxdıq. Sinonimliyi də təşkil eləmirlər. Ona görə onu da çıxdıq. Çox mənalı söz kimi işlənə bilir. Məsələn, insanın başı, ağacın başı, dağın başı. Göz sözü də məsələn insanın gözü, bulağın gözü, şkafın gözü və s. Deməli, bu sözlər çox mənalı söz kimi işlənir. 45-də oldu B bəndi. 46-cı sual. 46-da deyir, biri çox mənalı söz deyil. Baxaq, dil sözü çox mənalıdır, diş sözü çox mənalıdır, baş sözü çox mənalıdır, bel sözü çox mənalıdır, mədə sözü isə çox mənalı deyil. Ona görə də cavab olacaq E bəndi. 47. 47-də deyir, sözlərdən biri amonim olmaqla həm də çox mənalı sözdür. Cavab olacaq dil sözü. Demək, insanın dili ağzımızdakı dildən söhbət gedir. Bu bir mənası da amonim kimi. İkinci mənası da bu Rus dili, Azərbaycan dili, Fransız dili bu ifadələrdə olan dil sözü. Bununla bu oldu amonim. İndi insan çox mənalı söz kimi necə olur? İnsanın dili həqiqi məna. Sonra alovun dili məcazi məna. Piyanonun dili. Bu da oldu məcazi məna. Deməli, dil sözü həm çox mənalı sözdür, həm də amonim sözdür. Cavab olacaq C bəndi. 48. Biri amonim ola bilən sözdür. Dəniz sözü yox, balıq sözü yox, qalıq sözü yox, tilov sözü yox, bənd sözü. Şeirin bəndi mənasında, bir də çayın bəndi. Çayların arasında suyun kəsilməsi üçün ortasına bənd vururlar dayanmaq üçün. Ona bənd deyilir. Ona görə də cavab olacaq E bəndi. 49. Bəxşiş sözünün leksik mənası, leksik izahı ilə bağlı səhvi müəyyən edin. Çox mənalı sözdür. Amonim deyil, düzdür. Termin kimi işlənmir, düzdür. Hədiyyə, ərmağan sözləri ilə sinonimdir. Antonimi yoxdur. Amonim deyil, düzdür. Termin kimi işlənmir, düzdür. Hədiyyə, ərmağan sözləri ilə sinonimdir, düzdür. Antonimi yoxdur, bu da düzdür. Çox mənalı söz kimi bəxşiş sözü işlənə bilmir. Ona görə ilə 49-da da cavab olacaq A bəndi. 50. Köhnə sözün leksik xüsusiyyətləri ilə bağlı səhvləri müəyyən edin. Bir dəqiqə. Deyir, ümumişlək sözdür, düzdür. Bir düzdürsə, deməli bir olan bəndləri çıxdıq, anan yeni. Çox mənalı sözdür. Köhnə fikir, köhnə xalça həqiqi, köhnə fikir məcazi olar. 2 də düzdür. Deməli 2 olan variantı da çıxdıq. A bəndi və C bəndi, E bəndi getdi. Termin kimi də işlənir. Termin kimi də işlənir. Termin kimi işlənmir. Termin kimi, köhnə sözü necə termin kimi işlənir? Termin kimi də işlənmir. Amma cavablarda yoxdur. 3-lə başlayan cavab. Antonimi müasir sözüdür. Aha, səhvləri soruşur. Termin kimi də işlənir, səhv cavabda onsuz da. Elə 3 olacaq biri. Antonimi müasir sözüdür. Antonimi müasir olar. Məsələn, köhnə fikir, müasir fikir. İşlətmək olar. Sinonimi yoxdur. Köhnə, qədim. Sinonimi yoxdur, səhv fikirdir. Sinonimi var. Çünki köhnə də demək olar, köhnə xalça da demək olar, qədim xalça da demək olar. Ona görə 5 də səhv olacaq. Amonimliyi vardır. Amonimliyi isə yoxdur. Ona görə 6 olacaq səhv cavablardan da biri. 3, 5, 6 da olacaq B bəndi. 52, 51. Amonimlər cərgəsini müəyyən edin. Arzu sözü amonim deyil, A bəndi getdi. Tüfəng sözü amonim deyil, C getdi. İpək sözü amonim deyil, B getdi. D bəndində də körpü sözü, tar sözü amonim deyil. Tar sözü əslində amonim kimi işlənə bilər. Məsələn, əsəblərim tarıma çəkildi. Belə mənada işlənə bilər.
Körpü sözü isə amonim deyil. Cavab olacaq E bəndi. Yay sözü fəsil mənasında. Bir də nə isə yaymaq. Tutaq ki, fətiri yay. Və yaxud xəmiri yay. Feil kimi hərəkət bildirir. At sözü heyvan mənasında. At kişnədir məsələn. Bir də deyirəm topu at. Hərəkət mənasında. Bir də don sözü paltar mənasında. Bir də donmaq. Su dondu və yaxud soyuqdan dondum və s. Demək cavab olacaq 51-də E bəndi. 52. 52-də deyir, hansı sıradakı sözlər antonim deyil? Açmaq, bağlamaq antonimdir. Almaq, vermək, küsmək, barışmaq antonimdir. Yatmaq, oyanmaq antonimdir. Ağarmaq, qızarmaq isə antonim deyil. Ağarmaq sözü qaralmaq sözü ilə antonim olar. Ona görə 52-də cavab olacaq D bəndi. 53. Frazeoloji birləşməni müəyyən edin. Etmək, iştirak etmək, yerbəyər etmək, məşğul olmaq, məşq etmək, olmaq, etmək sözləri işlənibsə, demək olar mürəkkəb feil hesab olunur. Cavab olacaq göz yetirmək, E bəndi. 54. Quru sözü hansı birləşmədə məcazi mənada işlənmişdir? Quru dəsmal həqiqi, quru odun həqiqi, quru çörək həqiqi, quru maddə həqiqi, quru adam isə məcazi olacaq. Cavab 54-də oldu, B bəndi 55. 55-də deyir, dilotu yemək frazeoloji birləşməsinin antonimi hansıdır? Əgər frazeoloji birləşmənin antonimin və yaxud sinonimin soruşursa, deməli biz onu antonimində, sinonimində frazeoloji birləşmə götürməliyik. Dilotu yemək çox danışmaq deməkdir. Antonimi də susmaq mənasına gələn frazeoloji birləşmə olmalıdır. Dilə gəlmək olmaz, danışmaq deməkdir. Dil tökmək də olmaz, bu da danışmaqdır. Dil boğaza qoymamaq da çox danışmaqdır. Bunlar sinonimi ola bilər. Dilə ağıza düşmək də olmaz, uyğun gəlmir. Ağzına su alıb oturmaq, susmaq deməkdir. Dilotu yemək çox danışmaq, ağzına su alıb oturmaq, susmaq. Əks mənalar bildirir. Ona görə 55-də olacaq E bəndi. 56. Hansı dərəcədəki sözlər amonimdir? Ürək könül olmaz. Balaca maşın baxmaq olmaz. E bəndində kiçik sözü, ev sözü olmaz. D bəndində neft sözü, iş sözü olmaz. Cavab elə olacaq A bəndi. Bez sözü parça mənasında. Bez. Bir də bezmək, təngə gəlmək mənasında. Daş sözü daşmaq, daşıb tökülmək mənasında. Bir də daş isim kimi. Ayağıma daş dəydi, nə dəydi? Ov sözü isim kimi, məsələn, ova getdim, ov etməyə getdim. Bir də əlimi ov, hərəkət bildirir. Bu mənada işlənir feil kimi. 56 oldu A bəndi. 57. İsimlərdən ibarət sinonim zərgəni müəyyən edin. A bəndi hərəkət bildirir. Demək, gödək qısa sifətdir, tez sürətlə zərfdir, ayrı başqa sifətdir. Arzu istək, gözlük seçmək. O da olacaq 57-də B bəndi. 58. Məktubu aparmaq, verilişi aparmaq. Məktubu aparmaq həqiqi, verilişi aparmaq məcazi. Deməli, çox mənalı sözdən söhbət gedir. 58B. 59. Hansı cərgə yalnız terminlərdən ibarətdir? Yalnız termin. Zərf həm termindir, lüğət sözü də termin kimi işlənir. Zərf sözü də termin kimi işlənir, amma əsas həm də ümumişləş söz kimi işlənir. Ona görə A bəndi olmaz. Məhrəba sözü, mişar sözü, suita sözü termindir, amma digərləri termin deyil. Məsələn, burada lampa, becid, yerpənək, ərişdə burada da yoxdur termin. Dəniz, ixtisas, həyat, namərd termin yoxdur. Amma karikatura, portret, akvarel, rəssamlığa aid termindir. Not isə musiqiyə aid termindir. Ona görə 59-da olacaq D bəndi. 60-cı sual.
60-da deyir quru odun, quru adam birləşmələrindəki quru sözü. Quru odun həqiqi, quru adam məcazi. Deməli, çox mənalıqdan söhbət gedir. 60-da oldu B bəndi. 61. Quşun qanadı, təyyarənin qanadı. Quşun qanadı həqiqi, təyyarənin qanadı məcazi. Deməli, çox mənalılıqdan söhbət gedir. 60 oldu, 61 oldu C. 62. Ağır və iti sözləri hansı cərgədə həqiqi mənada işlənmişdir? Ağır cəza məcazidə A bəndini çıxdıq. Ağır söz məcazidir B bəndini çıxdıq. Ağır gün məcazidir C bəndini çıxdıq. Ağır xasiyyət məcazidir E bəndində çıxdıq. Ağır daş həqiqi, iti ülgüz həqiqi. 62-də oldu D bəndi. 63. 63-də deyir sinonimlərdən ibarət cərgəni müəyyən edin. Sinonim olsun. Səmərəli, səliqəli olmaz. Ata, ana, bacı olmaz. Tamam fərqli mənalı sözlərdir. Od, günəş, tüstü. Bu da sinonim deyil. Adam, insan, xalq. Adamla insan yenə sinonim olur. Amma xalq sözü tamam fərqli, kəmiyyət fərqi yaranan bir sözdür. Cavab olacaq dünya, aləm, cahan. D bəndi. 64. Frazeoloji birləşmələrdən ibarət olan cərgəni müəyyənləşdirin. Hərəkət etmək mürəkkəb feildir. A bəndini çıxdıq. Demək, həll etmək, yaxşı olmaq. B bəndini çıxdıq. Demək, D bəndində təhsil almaq sabit deyil, sərbəst söz birləşməsidir. E bəndində də qulaq asmaq frazeolojidir, amma su gətirmək frazeoloji deyil. Cavab olacaq B bəndi. Dilə gəlmək, yox, üzrü sayın. Cavab olacaq C bəndi. Yola getmək, aman vermək, bir də əldən düşmək. Hər üçü frazeoloji birləşmədir. Bu da olacaq C bəndi. 65. 65-də deyir yalnız antonim sifətlər. Ağ, qara sifətdir, gecə, gündüz sifət deyil. Ona görə B bəndi olmaz. A bəndində böyük, iri. Böyük, iri sinonimdir. Antonim sifətləri soruşur bizdən. A bəndini çıxdıq, B bəndini çıxdıq. D-də qalxmaq, enmək feildir. D-ni də çıxdıq. E-də cinayət, cəza isimdir. E-ni də çıxdıq. Cavab olacaq C bəndi. Böyük, kiçik, uzun, qısa, şirin, acı. Hər üçü demək antonimdir. Hər üçü də sifətdir. 65 C bəndi. 66. Hansı cümlədə məcazi mənada işlənmiş söz vardır? Onların arasında soyuq münasibət yaranmışdır. Cavab olacaq elə A bəndi. Soyuq münasibət çünki məcazi mənadadır. A bəndi. 67. Şirin sözü hansı cümlədə həqiqi mənada işlənmişdir? Şirin danışıq məcazi, şirin təbəssüm məcazi, C-də şirin xatirə, bu da məcazidir. D-də şirin xatirələr, bu da məcazidir. Cavab olacaq E bəndi. Uşaq şirin çay içib dərsə getdi. Şirin çay həqiqi mənadır. 67 oldu E bəndi. 68. Bulağın gözü körpənin gözü. Körpənin gözü həqiqidir, bulağın gözü məcazidir. Həqiqi və məcazi məna varsa, demək çox mənalılıqdan söhbət gedir. 68 oldu C bəndi. 69. Frazeoloji birləşmələrdən biri amonim kimi işlənə bilər. Baxaq. Acığı gəlmək amonim deyil, ağzına su almaq amonim deyil, iştahası kəsilmək amonim deyil, xoşu gəlməkdir. Üz vermək amonim kimi işlənə bilər. Bir üz verirsən, astar istəyir. Bu mənada işlənir. Bir də birinə bir hadisə üz verdi. Baş vermək mənasında, başına bir hadisə gəlmək mənasında işlənir. Məsələn, ona belə bir hadisə üz verdi. Başına gəldi mənasında işlənir. Ona görə cavab olacaq 69-da A bəndi. 70. 70-də deyir, biri çoxlu at mənasındadır.
Cavab olacaq ilxı, D bəndi. 71. Frazeoloji birləşməni müəyyən edin. Cavab olacaq A bəndi ilə başdan çıxarmaq. Gedə bilmək mürəkkəb feildir. Ağacı kəsmək məcazi məna deyil, sərbəst söz birləşməsidir. İşdən gəlmək də, sözün hikməti də ismi birləşmədir, feili birləşmədir. Yəni frazeoloji birləşmə, hərəkət anlayışı yoxdur. Cavab olacaq 71-də A bəndi. 72. Köksünü ötürmək frazeoloji birləşməsinin sinonimi, yaxın mənalısı, ah çəkmək. 72-də oldu C bəndi. 73. Hansı sırada çox mənalı söz işlənmişdir? Baxaq. Kür çayı, şirin çay, amonim. Ayın işığı, may ayı oldu, amonim. Yaş ağac, uşağın yaşı, bu da amonimdir. Mil düzü, sözün düzü, amonim. Uşağın üzü, suyun üzü. Bax, bu olacaq məcazi məna və çox mənalılıq. 74. Ağız büzmək, nəyisə bəyənməmək. Frazeoloji birləşməsinin antonimini müəyyən edin. Ağız büzmək, nəyisə bəyənməmək, xoşuna gəlməmək deməkdir. Antonimi də nəyisə bəyənmək mənasında olmalıdır. O da xoşuna gəlmək olacaq, B bəndi. 74 B. 75. 75. Çaşıb qalmaq ifadəsi hansı frazeoloji birləşməklə əvəz edilə bilər? Başı daşdan daşa dəymək, hirsi başına vurmaq, yaxasını kənara çəkmək, əldən düşmək, kələfin ucunu itirmək. Kələfin ucunu itirmək. Cavab olacaq 75-də E bəndi. 76. Canlı oda yaxmaq frazeoloji birləşməsinin sinonimi. Mənəm demək. Canlı oda yaxmaq bir növ çox canfəşanlıq eləmək, çox çalışmaq, çox didinmək mənasına gəlir. Mənəm demək olmaz. Canına yağ kimi yayılmaq olmaz. Burnunun ucu göynəmək, darıxmaqdır, bu da olmaz. Dəridən qabıqdan çıxmaq. Canlı oda yaxmaq, dəridən qabıqdan çıxmaq. 76-da olacaq D bəndi. 77. Hansı sözlər amonimlik yarada bilir? Amonim. Dünya kainat sinonimdir. Həşarat, ağcaqanad biraz sinonim sayıla bilər, bəlkə də yaxın mənaları var. Yaz, payız ümumiyyətlə nə sinonim deyil, nə də amonim deyil. Yaz sözü amonimdir, amma payız sözü yox. Axşam, səhər də bir-biri ilə antonimlik yaradır. Cavab olacaq çat sözü, bir də qat sözü. Çat sözü divarın çatı, isim kimi, bir də nəyəsə çatmaq. Məsələn, get filan kəsə çat, hərəkət bildirir. Qat sözü də qat təbəqə mənasında, məsələn, yerin qatı, qat mənasında, təbəqəlay mənasında, bir də qatmaq fiil kimi hərəkət anlayışı bildirir. Ona görə 77 olacaq D bəndi. 78. Ağız açmaq, nəysə xahiş eləmək, kimdənsə. Hansı mənaya uyğun gəlir? Elə xahiş etmək A bəndi. 79. Aman vermək, aman verməmək frazeoloji birləşməsinin antonimini soruşur. Aman verməmək o deməkdir ki, yəni mərhəmət göstərmirsən, amma onun da əksi mərhəmət göstərmək. Cavab elə olacaq 79-da A bəndi. 80. 80-də deyir, əldən düşmək frazeoloji birləşməsinin sinonimi. Əldən düşmək yorulmaq deməkdir. Sinonimi də əl vermək olmaz, ayağa qalxmaq olmaz, ələ salmaq, bu da olmaz. Dildən dilə düşmək də olmaz. Nəfəsi kəsilmək olar. Yəni çox yoruldum, nəfəsim kəsildi mənasında nəfəsi kəsilməyi götürmək olar. 80-də D bəndi.